Filosof qardaşıma salamlar. Nədir? Nə baxırsan? Salam vermək üçün kitabda başqa şeylər yazılır, ha? Yox. Ha. Salam eləmənki salamdır. Amma kitablar yazır ki, salamı hər gün vermək lazımdır. Aylarla salam görməyən adama biraz qəribə gəlir axı. Bəsdir də filosofluq elədim. Dünən onun işlərim gətirməyib. Amma buna baxmayaraq görürsən, keyfim kökdür. Sən də çalışırsan, mənim qanımı qaraldasan. 5 dəqiqə düz hazırlaşıb gedirəm. Sonra dalımca nə qədər istəyərsən danışarsan. Sən keyfin kök olsun. Başqaları nə evə lazımdır ki? Sərvar müəllimin şirkətinə məktub gəlib. Özü də bu evdən. Bilmirsən kim göndərib, hə? Mənim elə bir şeydən xəbərim yoxdur. Zakir, mənim səninlə burada danışmağa nə vaxtım var, nə də istəyim. De görüm. Sakit ol paşa, sakit ol. Zakir ağıllı adamdır. O bilir ki, onun ailəsi var, uşağı var. Danışacaq, sonra da yaddan çıxaracaq. Biraz rahat olun ki, iğne damara düşə bilsin. Mən rahatam, iynə vursan. Sən necə tibb bacısısan, Allahın bir iynəsini vura bilmirsən. Nigar, sakit ol da kızım. Sakit ol ki iğne yerine düşsün. Sakitəm, çox sakitəm. Lazım deyil sənin iynən də çıx bayra. Çıx bayra. Nigar, yaxşı da kızım. Çıx bayra. Niyə məhz mən? Kənan, siz məni cəmi 2 dəfə görmüsünüz. Mənim sizdən başqa yaxın adamım yoxdur. Yox. Siz zarafat edirsiniz. Yox. Mən də həyatımda bugünkü kimi səmimi olmamışam. Səma. Mən sizə vurulmuşam. Kağızın suyunu çıxartdın, bəsdir. Sizi aldatmaq istəyirlər, ehtiyatlı olun. Sizi aldatmaq istəyirlər, ehtiyatlı olun. Sizi aldatmaq istəyirlər, ehtiyatlı olun. Bizi aldatmaq istəyirlər, ehtiyatlı olaq. Benim bir kızım var. Sema'dan 2 yaş büyük. Senin kızın var. Sema'dan 2 yaş büyük kızın var. Üstü sen bunu benden, en yakın rəfiqəndən, bacılığından 25 ildir gizlədirsən. Can bacı. Ama eller boyu hamıdan gizlətdiyim kızım indi ölümcül xəstədir. Arzu. Sema. Kızım. Sen onu tanıyırsan. Mən? Sen. Onun adı Nigar'dı. Tufanın nişanlısı.
Nərgiz, mən bunu etiraf eləməliydim. Qızım ölür. Bizim günahlarımızın cəzasını həmişə balalarımız çəkir. ...28 il. 28 il mən elə gəlib ki... ...dünyada mənim ərimdən sadiq... ...ailəsinə düşkün ikinci bir adam yoxdur. ...28 il... ...mən... ...evimin sirlərini... ...yeganə rəfiqimə... ...boycudan artıq bildiyim... ...bir qadına demişəm... Amma sən demə... ...bu illər ərim həmin qadının yanındaymış... ...özü də mənim qızımdan böyük... ...qızları varmış... Nərgiz, Bilirsən mənə ən çox nə yandırır? Əgər sənin qızın xəstə olmasaydı... ...sən yenə bu sirri gizlədəcəkdin. Ömrünün sonuna kimi mənim üzümə baxıb... ...güləcək... ...acılıqdan dəm vuracaqdın. Nərgiz, bu illər ərzində nələr çəkdiyimi, hər dəfə sənə baxanda ürəyimin necə sıldadığını başa düşə bilməzsən. Amma Cəmşidlə biz bir-birimizi sevəndə onda hələ səni tanımırdıq. Allah ikinizə də lənət eləsin. Rədd ol buradan. Səma, qızım, sən mənə nifrət eləyə bilərsən. Amma sənin bacın ölümcül xəstədir. Tufan sizin bacı olduğunuzu bilir. Yalvarırım. Yalvarırım. Tufanı onun elinden alma. Böyle geçse kızım daha tez.
Firuz xanım, nə zəhmət çəkirdiniz? Çağırırdınız, nə lazımdırsa mən gətirərdim də. Heç nə istəmirəm tutu. Qapıda Zakiri görmədim. Bugün onun növbəsi deyil ki. Onun növbəsidir. Gəlməyib. Ona görə də zəng edib Aslanı çağırıblar. Bəs sən gəlib öyrənməyiblər ki, niyə gəlməyib? Telefonunu zəng çatmır. Uşaqlar hardadır? Sənanla Könül kinoya baxır. Kənan da uzanıb tavana baxır. Kənan evdədir. Təsəvvür edirsiniz, evdədir. Yaxşı. Adam səndən qocalmaz. Sən elə Tiflisdə mənim başıma gələn hadisəni bilmirsən. Hayır. Hacı, Sən ürəyimdən nə keçir? nə desəm eləyim. Bayaq anam meyvə almışdı, ürəyim istəmədi. Verdim o qıza, nədir o tibb bacısına. Dağıtdı bütün palatalara. Ürəyim yaman istəyir indi. Elə bu? Suat. Can. Yeri gəlmişkən elə burada market var. Alım 5 dəqiqə gəlirəm. Yaxşı. Başqa nəsə istəmirsən? Yox, heç nə. Darıxmazsan? İstəyirsən tibb bacısını deyim, gəlsin otursun yanımda. Yox, neynirəm o qızı? 100%. 100%. Özün gəlirsən də indi. Hə, 5 dəqiqə qayıdıram. Yaxşı. Hələlik. Hələlik.
Bu da meyvə. Yəqin buradadır. Gör, meyvələrin gəldi. Nigar. 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 Hara getdi? Sən mənə niyə danışmırsan? Bir sözdür. Sənin hər deyəcəyini eşitməyə hazıram. Yetər ki, danış. Bu susqunluq hər ikimizə əzab verəcək. Mən bugün 3 sir öyrənmişəm. Həyatımı alt-üst eləyən 3 sir. Danış Səma, danış. Hər şeyi bilmək istəyirəm. Sənin yanında olmaq istəyirəm. Necə yəni yoxdur Tahir? Dedi ki, meyvə istəyirəm, mən də düşdüm aşağıdan aldım. Qaydanda yox idi. Nə meyvə? Bu qədər meyvə var burada. Yəni bu boyda klinikada onu bir adam zat görməyib. Klinika 24 saat işləyir. Adam çox girib çıxır. Tibb bacısı da xəstəyə iynə vurulmuş yan palatada. Təsdiqdən həkim də qəbul şöbəsindəymiş. Nigar. Hardasan bala? Mənə niyə belə əzab verirsən? Yaxşı, sakit. Nigarın sənin bacın olduğunu bilirdim, düzdür. Arzu xanım demişdi mənə. Sənə deyib deməyəcəyimi düşünürdüm, amma Nigarın xəstəliyi girdi araya. Arzu xanım bu uzun illər bu sirlə necə yaşayıb, sizin üzünüzə necə baxıb. Dəhşətli sirdir. Atam uzun müddətdir ki, bizi aldadır. Hər dəfə anama hədiyyə alıb gətirməmişdən qabaq sən demə birinci sevgilisini aparırmış. Az qala 30 ildir ki, anamın gözünün içinə baxa-baxa ona yalan danışıb. Ürəyim dayanır. Nə olursa olsun, atam mənim qəhrəmanım idi. Sənə necə təsəlli verəcəyimi bilmirəm. Amma istəyirəm həmişə yanında olun. Mənim özümdən böyük bacım var imiş. Əvvəlcə ona nifrət elədim. O an yanımda olsaydı ona nələr eləyərdim bilmirəm. Sonra fikirləşdim ki, onun heç bir günahı yoxdur. Amma anam bütün bu olanlarda onu səbəbkar bilir. Onun nə vaxtsa qəbul eləyəcəyinə inanmıram. Ən azından bir müddət bu belə olacaq.
Üstəlik, onun vəziyyəti mənimkindən fərqlidir. O atasını heç vaxt tanımayıb. Həmişə onu öldü bilib. Həmişə bir şəhərdə yaşayıblar, amma onun üzünü heç vaxt görməyib. Nigarın vəziyyəti çox ciddidir. Hə. Çox ciddidir. Elə mənə də onun yanında o saxlayır. İndi mən bunu bilirəm. Sənin ədalətli olmaqla heç vaxt şübhə eləməmişəm. İstəyirəm ki, onu biləsən ki, həmişə yanındayım. Sadəcə İndi nə demək istəyirsən? Biz Nigarın ölümünü gözləməliyik. Səma, Tufan, sən başa düşürsən ki, heç nə əvvəlki kimi ola bilməyəcək. həyat ayrı nə olub? Nə? Necə yəni yoxdur? Gəlirəm, indi gəlirəm. Nəsə olub? Nigar klinikadan qaçıb. Tufan 5 dəqiqəliyinə düşmüşdü mən meyvə almağa. 5 dəqiqəliyinə. Tahir, bəs də özünü günahlandırıram. Gecədən indiyə qədər elə eyni şeyi deyirsən. Sən oradan bilədin ki, Nigar qaçmaq istəyər. Nə bilim qardaş. Özümü günahkar hesab eləyirəm. Arzu xanım hardadır? Dedi gedirəm qızımı axtarmağa. Yazıq qadın. Neynəsin ağa? Bəs polisə verməyək? Yox, bir-iki yer var, ora baxım sonra. Mən də səninlə gedirəm. Yox, sən burada qal. Burada mənə lazım ola bilərsən. Səma? Buyurun Səma xanım, əyləşin. Yox, çox sağ ol. Nigardan bir xəbər var. Hələ yox. Hələ mən indi çıxırdım. Bir-iki yer var ki, Nigar ora gedə bilər. Yaxşı, onda mən də gedirəm səninlə. Mən də getmək istəyirəm. Buyur. Her şey elden çıkır. Her şey. Bu taraftan da Efruz'un problemi. Ahmak kadın. Kızını aktarmaya vaxt tapdı. Kızını aktarmak indiye kalmıştı. Birinci Efruz'un meselesini hallelemek lazımdı. Sonra el ayağıma dolaşmasın. Ama bu borç meselesi de çok qəliz meseledir. Ölmemişsen hele.
ölməmsən Sərvər. Bu işlərin altından çıxsam, daha mənə ölüm yoxdur. Çık get Sevda. Ben heç kim görmək istəmirəm. Heç nə istəmirəm. Nərgiz xanım, olmaz axı belə. Siz dərman içməlisiniz, dünəndən də heç nə yeməmisiniz. Mən sizi başa düşürəm, amma... Sən məni başa düşürsən. Sən mən yaşadıqlarımı yaşamamısan axı. Sən heç bilirsən, illər uzunu ən yaxın adamların tərəfindən aldadılmaq nə deməkdir? Heç bilirsən, özündən çox inandığın insanların bir ömür boyu sənin üstünə yalandan gülməyi nə deməkdir? Təsəvvür eləyirsən. Bir dəqiqənin içində bütün ömrünün bir yalan üstündə qurulduğunu bilmək, hər şeyin heç olduğunu öyrənmək, İnsanın ürəyini necə parçalayır. İllər boyu qazandığın mühəbbəti, inamın bir sabun köpüğü olduğunu bilmək, insanın ciyarını necə parçaladığını sən hardan biləsən? Sən məni başa düşə bilməzsən, qızım. Başa düşə bilməzsən. Çıx getsin. Əgər ürəyinin qırılmağını istəmirsənsə, çıx get, qızım. Çıx get. Bütün bunların bitməsini istəyirəm, Tufan. Əvvəlki sakit, xoşbəxt həyatıma qayıtmaq istəyirəm. Özümlə bacara bilmirəm. Baş verən ən kiçik bir hadisə məni səndən uzaqlaşdırsa da, səni sevirəm. Bilirəm nə düşünürsən Səma. Amma nə olursa olsun, mən həmişə sənin yanında olacağam. Nə baş verir Kənan? Nə olub sənə? Birdən bir evə yığışmısan. O qədər qız tanıyırsan ki, ondan da gözəl, ondan da yaraşıqlı. Bu qız niyə sənin ağlından çıxmır? Salam ana. Bağışla, dünən telefonum bağlı olub. Səndən xəbər tuta bilməmişəm. Necəsən? Yaxşıyam. Səndən nə əcəb evdəsən? Başqa vaxt deyirsən ki, üzümü görə bilmirəm. Al, bu da mənim üzüm. Nə qədər istəyirsən bax.
Sənin bu saatda evdə olmağına inana bilmirəm. 100% nəsə şey baş verib, hə? Hə, baş verib. Amma narahat olma. Yaxşı bir şey baş verib. Danışacağam sənə. Mənim də sənə deyəcəyim var. Dünənə kimi gizlədirdim. Amma indi istəyirəm biləsən. Bunu bilmək sənin də haqqındır. Bacın qardaşın bilir. Sən də bilməlisən. Həmişəki kimi balacalar hər şeyi bilir, Kənan bilmir. Necə bir demək istədin? Kənan, zarafatlı halım yoxdur. Yaxşı. Sənə elə bir şey deyəcəm ki... Yox, amma sən də mənə nəsə deməliydin. Birinci səndir. Yox. Mən elə deyəcəklərim barədə düşünürəm. Amma söz verirəm ki, deyəcəm. Yaxşı. Onda sən də mənə söz ver. Deyim. Söz ver ki, danışdıqlarımız aramızda qalacaq. Əsas da atam bilməməlidir. Başa düşmədim, yenə nəsə baş verib. Söz ver deyim. Nə olub yenə? Yaxşı, söz verirəm. Zakiri tapıb uşaqlar. Küçük. Aparıblar bağ evinə. Ehtiyac olmayıb. Necə yəni? Başa alıb ifadəsini. Salamatdır. Demək olar ki. Amma biz aldığımız məlumatdan başqa məncə heç nə bilmirəm. Dediklərinə cavab deyilsən? Hə. İndi haradadır? Paşanın əl işlərini aradan qaldırmaq üçün öz həkimimizi apardıq ora. Təzə ev tutublar. Ailəsi də oradadır. Biraz qorxuzdular, biraz da pul verdilər. Amma ev nəzarətimizdədir. Bu söhbət hələ qaydacaq. İndi isə mənə qulaq asın. Diqqətlə qulaq asın. Sən, Məlik, o Tahir də adı deyəsən, Tufanın dostu. Onunla işləri tezləşdir. Sənsə, o qızı əməlli başlı sıx. Onu kurorta göndərməmişik ora. Yeri deyəsən rahatdır. Verdiyi məlumatların bir köpülü qiyməti yoxdur. Əgər bu tender əlimdən çıxsa, sizin hər ikinizi həyatdan siləcəm. Bir dəfəlik. Sən nə danışırsan, ana? Necə yəni, mənim bir qızım da var. Ha? Necə yəni, atan o uşağı satıb, sən nə danışdığını düşünürsən? Kənan, sən mənə söz verdin, biraz yavaş. Mənim bir bacım da var. Hanı bəs? Ha? Nə işlə məşğuldur? Bəlkə kasıblıqdan ölüb gedib. Onu satmışsınız, indi onun pulları ilə biz keyf edirik. Ha? Belə çıxır. Mən sevinirəm ki, sənin hisslərin ölməyib. Amma qorxuram ki, əlindən bir xətazat çıxar. Firuz xanım, dəlli eləyə bilərəm. Min cür oyundan çıxa bilərəm. Amma əclaflığı boynuma ala bilmərəm. O mənim bacımdır. Başa düşürsən? Bu dəqiqə o şərəfsizin başını boynundan qopardacağam. Yox Kənan, deyəm. Deyəm, sən mənə söz verdin axı. Qurban olum, keç. Keç otur. Biraz özüvə gəl. Bacım var. Hər Mənim şeyin bir öz bacım vaxtı var. var. Sakitləş. Sakitləş. Amma deyirsən ki, əlimizi qolumuzu salladıb əyləşib oturaq ki, heç kim bilməsin, hə? Yox, Firuz xanım.
Neyin bahasına olursa olsun, mən bacımı axtarıb tapacağım. Amma sən hər şeyi indi başdan danış. Yaxşı. Bu saatdan sonra yəqin ki, gəlməz. Burada yoxdursa da bilmirəm, orada olar. Yoxdursa onda gedək. Xahiş edirəm, biraz da gözləyək. Nigar buranı çox sevir. Gələ bilər bura. Sema gitme kızım. Gitme. Sen benim kızımsan. Sema hiç kime inanma. Sen benim kızımsan. İnanma hiç kime. Sema. Sema.
Tufan, gəl gedək. İnanmıram ki, bu saatdan sonra Nigar bura gəlsin. Biraz da gözləyin, xahiş edirəm. Mən başa düşə bilmirəm.